Əzləyicilərimiz, bugün Napolyon tortu hazırlayırıq. Ən hasant yolla. Əvvəlcə burada 1 kilo un götürmüşük, 600 qram yağ. Onu umac eləyirik. Hamımız hazırdır. İndi ortasını açırıq. Buradakılar qabartma, vanil, duz, bir çimdik. Bir də sirkə qoymuşuq. 1 stəkan dolusu qatıqdır. İhtiyac olanda biraz da tökürük. Asta-asta yoğururuq. Bu xəmiri çox da bərk yoğurmaq olmaz. Xəmirimizi yüngül yoğurduq. Xəmirimiz hazırdır. İndi 100 qramlıq kündələrə bölürük. Biz xəmirimizi 130 qramdan kündələdik. Siz tavanızın böyüklüyünə 120-130 cırqlıq böyüklüyündə edə bilərsiniz. Kündələrimizi yayırıq. Hər kəsin listi böyüklüyündə bişirməyə qoyuruq. Xəmirimiz bu cür pişməlidir. Kremimizin hamısını pişirdik. Kremimizi də hazırladıq. İndi üst-üstə yığacağıq. Bu tortdan əslində baxsan 2 dənə tort çıxır. Bir dənə laf böyük eləmək olar. Ölçüləri biraz kiçik eləyəndə 2 dənəsini eləmək olur. Gördüyünüz kimi bizim hələ yarım porsiyumuz da burada qalır. Onda 1-2 gündən sonra ya 15-20 gündə belə qalır. Düzəldib istifadə edə bilərsiniz. Bir kündəsini də oxalamışdıq. İndi tökürük üzərinə. Tortumuz hazırdır. Siz də hazırlayın. Nuş olsun.